İspaniyanın Marset Futbol Akademiyası Astarasındakı əməkdaşlıq çərçivəsində burada təhsil alan Azərbaycanlı uşaqları geri göndərmək qərarı verib. Yenavaz.com xəbər verir ki, bu barədə Sportal.az məlumat yayıb. Bildirilir ki, iş adamı Adnan Əhmədzadənin həbsindən sonra Marset Azərbaycanlı uşaqları geri göndərmək qərarı verib. Stat: Buna səbəb Astanın növbəti ay üçün ödənişləri etməməsidir. Oradakı uşaqların valideynlərinə mövcud durumla bağlı bildiriş olub. Ehtimal ki, Marset ən istedadlı bir neçə nəfəri saxlasın. Oktyabrın 1-də İspaniya klubu yekun qərarını verəcək. Astanın rəhbəri Rafael Bünyatov açıqlamalarında bu günə qədər bütün xərclərin Adnan Əhmədzadə tərəfindən qarşılandığını deyib. İş adamının həbs olunması ilə ödənişlər dayandırılıb. Statın sonu. Məlumata görə artıq 2 ildən çoxdur ki, Marset Futbol Akademiyası ilə Asta arasında əməkdaşlıq çərçivəsində 30-dan çox Azərbaycanlı uşaq bu akademiyada futbol oynayır. Qeyd edək ki, Bakının Səbail rayon məhkəməsi sentyabrın 20-sində Sokarda yüksək vəzifələr tutmuş Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəməmələrində ittiham olunur.